Salam, hər vaxtınız xeyir, əziz müəllimlər, dəyərli pedaqoqlar və əziz müdavimlərimiz. Bugünkü videoda sizinlə Carl Rogersin hazırladığı şəxsiyyətyönümlü yanaşma nəzəriyyəsini geniş şəkildə izah edəcəyik. Bu nəzəriyyə müəllimlərin işə qəbulu imtahanının çərçivə sənədinə yeni daxil olunmuş mövzulardan biridir. Bu videonun sonunda siz Rogersin şəxsiyyətyönümlü yanaşmasının mahiyyətini izah edə biləcəksiniz. Bu yanaşmanın içərisində yer alan empatiya, şərtsiz qəbul, həqiqilik prinsiplərini nümunələrlə fərqləndirə biləcəksiniz. Eyni zamanda bu prinsipləri real dərs situasiyalarına tətbiq edə biləcəksiniz və şagird mərkəzli mühit yaratmağın yollarını müəyyən edə biləcəksiniz. Gəlin başlayaq. Nəzəriyyənin mahiyyəti və məqsədi nədir? Birinci dərs slaydımızda ilk sual elə məhz budur. Carl Rogers humanist psixologiyanın ən önəmli simalarından biridir və onun hazırladığı şəxsiyyətyönümlü yanaşma bizə deyir ki, şagird sadəcə bilik daşıyıcısı deyil. O, emosiyası, təcrübəsi, ehtiyacları, özünü ifadə istəyi ilə birlikdə öyrənmənin tam mərkəzində dayanır. Bu nəzəriyyənin əsas məqsədlərinə baxsaq, bu nəzəriyyə məqsəd olaraq deyir ki, öyrənməni məcburiyyət yox, daxili motivasiya əsasında qurmaq lazımdır. Şagird üçün emosional, təhlükəsiz mühit yaratmaq lazımdır. Şagirdi özünü, potensialını reallaşdırmaya aparan dəstək sistemi formalaşdırmaq lazımdır ki, o öz istədiyi potensialına gedib çata bilsin, özünü reallaşdıra bilsin. Rogersə görə yaxşı dərs yalnız elə bilik ötürmək, informasiya ötürmək demək deyil. Şəxsiyyətə toxunan, şəxsiyyəti inkişaf etdirən bir prosesdir. Nəzəriyyənin əsas ideyası, yəni bu yanaşmanın, Rogersin şəxsiyyətyönümlü yanaşmasının əsas ideyasını qısaca özətləməyə çalışsaq, Rogers deyir ki, hər bir şagird doğuşdan inkişaf meyli ilə dünyaya gəlir. İnsan ən çox özünü təhlükəsiz hiss etdiyi bir mühitdə öyrənir. Müəllimin funksiyası bilik deməkdən, bilik verməkdən daha çox inkişafı açan bir mühit yaratmaqdır. Yəni inkişafın qapısını uşağın üzünə açmaq lazımdır. O şəraiti, mühiti formalaşdırmaq lazımdır. Şagirdin şəxsiyyətinə hörmət göstərmək öyrənmənin keyfiyyətini qat-qat artırır. Bunu Rogersin axtarışları deyir. Burada əsas diqqət etməli olduğumuz məqam budur ki, Carl Rogers inkişafın açarını müəllimdə yox, şagirdin özündə görür. Müəllim sadəcə həmin qapının açılması üçün şərait yaradan bir şəxsdir Rogersin düşüncələrinə görə. Rogersin nəzəriyyəsində 3 əsas prinsip var. Gəlin bu prinsiplərə bir-bir nəzər yetirək. Bu prinsiplərdən biri bizə bir çox mövzuların içərisində yer aldığı üçün tanış olan empatiyadır. Empatiya şagirdin hisslərini onun gözü ilə görmək və anlamaq prosesidir. Yəni özünü onun yerinə qoya bilməkdir. Diqqət edin, burada onun yerinə qoyub onun səhv olduğunu izah etmək deyil, yəni onu mühakimə etmək deyil. Sadəcə onun gözü ilə məsələni görmək və anlamaqdır. İkincisi şərtsiz qəbuldur. Yəni şagirdi dəyərli bir şəxsiyyət kimi qeyd-şərtsiz qəbul etmək. Yəni onun davranışını dəyişmək olar, amma şəxsiyyətinə biz toxuna bilmərik, şəxsiyyətini dəyişmirik. Üçüncü məsələ həqiqilikdir, bəzən orijinallıq kimi də səslənir bu. Yəni müəllimin səmimiyyəti, şəffaflığı və rol oynamaması lazımdır dərsdə. Müəllim səmimi, təbii və şəffaf olmalıdır. Uşaq anlamalıdır ki, müəllim rol oynamır, o həqiqi bir insandır. Yəni bu prinsiplər yalnız bir psixoloji termin deyil. Sinifdə hər gün qarşılaşdığımız vəziyyətlərin təhlilində real vasitələrdir. Rogers məhz bunları araşdırıb bu qənaətə gəlib. Gəlin indi bir-bir situasiya nümunələri göstərək, hər bir prinsipə uyğun və məsələlərin mahiyyətini dərindən anlamağa çalışaq.
Birinci gördüyünüz situasiya empatiya həsr olunub. Şagirdə, yəni səni anlayıram mesajı verməkdir bir empatiya dediyimiz məsələ. İki situasiya nümunəsi var. Gəlin bunlara baxaq. Birinci sizin qarşınızda olan bu situasiya nümunəsində şagird təqdimat edəndə həyəcanlanır və danışa bilmir. Müəllim sadəcə belə deyir: həyəcanlanmağını başa düşürəm. Bu çox normaldır. Gəl birlikdə sakit şəkildə davam edək. Bu çox sadə cümlə kimi gəlsə də, bu cümlə həmin anda şagirdlə empatiya duyğusu yaradır. Yəni şagirdin iç dünyasını, daxilində olan o fırtınanı, həyəcanı bir qədər rahatladır, sakitləşdirir. Növbəti bir situasiyaya baxaq. Şagird tapşırığı yazanda gecikdirir. Müəllim onu cəzalandırmaq əvəzinə empatiya göstərərək soruşur: son günlər çətinliklərinin olduğunu hiss edirəm. Nə baş verir? Gəl bir yerdə baxaq, bir yerdə nəzərdən keçirək. Bu da yenə sadə görünsə də, bunu bizim istifadə etməyimiz çox önəmlidir. Bu zaman şagird özünü dəyərli hiss edir və davranışı dəyişməyə hazır olur. Yəni daha da hazırlıqlı olur ki, dəyişdirim artıq davranışımı. Bu iki nümunə empatiyanı anlamağımıza kömək edən situasiya nümunələri idi. Növbəti ikinci prinsipə baxaq, şərtsiz qəbul. Şərtsiz qəbul Rocersin nəzəriyyəsinin ən güclü hissəsidir. Birinci situasiyamıza baxsaq, şagird zəif qiymət alır və müəllim olaraq biz ona deyirik: bu nəticə sənin dəyərini göstərmir. Əksinə, sən inkişaf yolundasan. Yəni uşaq belə deyək də anlayır ki, daha doğrusu başa düşür ki, qiymət yazıram bura, qiymət bərabərdir dəyər anlayışı dırnaqarası yanlışdır. Yəni bu hissə düşmür. Bunun üzərinə x qoyuram, çarpatıram ki, yəni uşaq anlayır ki, mənim aldığım qiymət mənim dəyərim deyil. Mən dərsdən deyək ki, 2 qiymət də ala bilərəm, amma bu mənim insani olaraq dəyərimi nümayiş etdirmir. İkinci situasiyaya baxaq. Şagird davranış qaydasını pozub. Real nümunədir. Müəllim yenə onu şəxsiyyət olaraq qəbul edir. Deyir ki, davranışını dəyişməliyik. Sən daha yaxşı ola bilərsən, amma sən yenə də dəyərlisən. Yəni bu qaydanı pozsan belə, bu sənin dəyərini əskiltmir. Bu məsələlər şagirdə bir güzgü kimi təsir edir. Yəni dəyər verdiyin insan dəyişməyə daha çox meyllidir. O sizdən, müəllimlərdən özünə qarşı dəyər hiss eləyəndə öz davranışlarında müsbətə doğru dəyişikliklər etməyə, müsbətə doğru addımlar atmağa daha çox meyl göstərəcək. Üçüncü, deməli, həqiqilik prinsipi. Gəlin buna aid də situasiyaya baxaq. Həqiqilik dedik ki, müəllimin səmimi, təbii, şəffaf olmasıdır. Müəllim bir məlumatı səhv etdiyini etiraf edir. İndi lövhədə nəyisə yazanda, göstərəndə, həll eləyəndə səhvə yol verir. Müəllim deyir ki, baxın, burada mən səhv etmişəm. Gəlin düzgün formasına baxaq. Bu məsələ isə şagirdə göstərir ki, səhv öyrənmənin təbii bir hissəsidir. Yəni hətta müəllim də səhv edə bilər. Digər bir situasiyada sinif yorulub, diqqət səviyyəsi aşağı düşüb. Müəllim bunu gizlətmir. Deyir ki, uşaqlara səmimi, açıq davranır. Enerjinizin azaldığını görürəm, gəlin bir dəqiqəlik fasilə verək və yaxud da kiçik bir gimnastik hərəkət eləyək, enerji bərpa olunsun. Yəni burada müəllim rol oynamır. Güya ki, onun enerjisi bitmiş kimi özünü göstərmir. Bəzən biz özümüz də o bitkinlik hissini yaşayırıq. Sinifin ritmini hiss eləyir, anlayır ki, uşaqların diqqəti yayınıb, bədən dillərindən də görə bilir bunu və bir dəqiqəlik kiçik fasilə götürür. İndi isə gəlin Rocersin 3 prinsipini bir situasiyada, sinif situasiyasında hamısını yerli yerində tətbiq etməyə çalışaq və birlikdə necə işlədiklərini, əyani mənzərəsini görək. Deməli, 7-ci sinifdə İpək yolunun rolu mövzusunda belə bir dərs prosesi təsəvvür eləyək. Aysu adlı bir şagird təqdimat zamanı dayanır, səsi titrəyir və müəllimə qorxduğunu deyir. Müəllim başlayır ardıcıl şəkildə bu nəzəriyyənin
3 prinsipini tətbiq etməyə. Başlayaq empatiyadan. Aysu artıq həyəcanlandığını deyib. Müəllim empatiya duyğusu göstərir də deyir ki, Aysu, həyəcanlanmağın tam normaldır. Bir çox şagird belə hiss eləyir, mən səni anlayıram. Yəni şagirdin hissi inkar edilmir. Onun prizmasından baxmağa çalışır. Dəyişdirilməyə çalışmır da. Qəbul edir ki, hə, bir çox şagirdlərdə bu hal baş verir, mən səni anlayıram. İkinci addım şərtsiz qəbuldur. Hazırda davam etməsən də bu sənə olan hörməti azaltmır. Sən bizim sinifimizin, qrupumuzun dəyərli üzvüsən. Yəni şagird də hiss eləyir ki, yəni mənim dəyərim, qiymətim dərsdə göstərdiyim performansa bağlı deyil. Dərsdə göstərdiyim deyək ki, çalışqanlığa bağlı deyil. Müəllim mənə bir şəxsiyyət kimi dəyər verir. Burada artıq şərtsiz onu qəbul edir. Yəni həyəcanlansan da təqdimatını həyata keçirə bilməsən belə də, sən bizim üçün yenə də dəyərli bir insansan. Üçüncü isə gəlir həqiqilik. Müəllim də dərhal burada etiraf edir ki, bu normal bir şeydir. Mən də əvvəl ilk seminarım olanda və yaxud da ilk dərsim olanda, ilk dəfə sinifə daxil olanda sizin kimi həyəcanlanmışdım. Və artıq burada müəllim səmimiyyətini göstərir. Həqiqi daxil rol oynamır. Şagird özünü tək hiss etmir. Verdiyimiz situasiyada isə Aysu adlı şagirdimiz sakitləşir, dərindən nəfəs alır və təqdimatını tamamlayır. Yəni bu kiçik situasiya, epizod deyək, bizə göstərir ki, şagird ən çətin anda belə müəllimin ona yaratdığı mühitlə ayağa qalxıb davam eləyə bilər prosesə, özündə güc tapa bilər, o mənəvi böhranı aradan qaldıra bilər. Deməli, nəticə olaraq biz bunu elə Aysunun dərindən nəfəs alıb, özünü toparlayıb, təqdimatı tamamlayıb, sinif yoldaşları tərəfindən alqışlandığını qeyd eləyə bilərik. Bunun da hamısı necə oldu? Eyni bir situasiyada biz Rogersin 3 prinsipini ardıcıl şəkildə tətbiq edərək etdik. Deməli, bu situasiyada empatiya oldu, şərtsiz qəbul oldu, həqiqilik oldu. Hissi tanındı, dəyəri qorudu, müəllim səmimi davrandı. Nəticə etibarı ilə şagird üçün hissi tanındığı üçün təhlükəsizlik mühiti yarandı. Şərtsiz qəbul olunduğu üçün, dəyərini anladığı üçün özünə inamı artdı və sonda müəllimin səmimiyyəti ilə şagird anladı ki, mən bu sinifdə tək deyiləm, mənə dəstək olan insan var. Tədrisdə tətbiqinə baxsaq, Rogersin prinsipləri müəllimlərə bir çox kömək göstərir, yəni bir çox praktik nəticə verir. Bunların da bir çox xüsusiyyətləri qeyd eləsək, şagirdləri motivasiyaya gətirir, tapşırıqlara hörmət çərçivəsində belə deyək də verir. Sonra sinifdə emosional təhlükəsizlik mühiti yaradır, səhv eləməyi öyrənmənin bir vasitəsinə çevirir. Qrup işində dinləmə və hörmət mədəniyyəti formalaşır sinifdə. Şagirdlərin özünü ifadə bacarıqları güclənir, daha inamlı olurlar. Yəni, belə deyək, əslində bu, müəllimin dərsdə görə biləcəyi ən böyük dəyişikliklərdən biridir. Və sonda ümumiləşdirsək, Rogersin yanaşması müəllimə imkan verir ki, şagirdin emosiya və düşünmə sistemini birlikdə uşaqla bir yerdə idarə eləsin, dərsdə təhlükəsiz, açıq mühit yaratsın, daxili motivasiyanı aktivləşdirsin, şagirdin özünə güvənini inkişaf etdirsin, dərsi daha insani və effektiv qursun. Nəticə olaraq, yəni məqsəd şagirdi dəyişmək deyil, onun inkişafı üçün mühit, şərait yaratmaqdır. Və sonda refleksiya sualımız, həmişə olduğu kimi videonu bitirməzdən əvvəl düşünməniz üçün ünvanlayırıq. Hörmətli müəllimlər, sinifdə son qarşılaşdığınız çətin situasiyanı xatırlayın. Rogersin nəzəriyyəsinin hansı prinsipini həmin situasiyada tətbiq etsəydiniz, həmin situasiyanı məqsədə uyğun şəkildə həll etmək olardı. Bu sual üzərində düşünün. Dəyərli fikirlərinizi şərhdə bizimlə bölüşə bilərsiniz. Sizin situasiyaların üzərindən də, yaşadığınız vəziyyətlərdən də şərhlərdən biz nümunə götürüb maraqlı nümunələr, suallar hazırlaya bilərik. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı
gələn videolarda görüşənə qədər. Sağ olun.